Salam, biləsicə. Bizim qahəm olubdur da, sistemdə də filtr işkənə ehtiyacımız var. Mən 2 dənə faili hazırlamışam kanal Telegramda. Kanal Telegramda da atmışam. Ola linkini də burada qoyuram. Gedin download edin. Download edəndən sonra kompüterə tökəndən sonra biləsicə. Biz bu poşanı SNS Spoofing, burada bir dənə bəynamə var. Bunu açandan sonra belə bir mühiti var. Burada ayış görməyəcəksən. Fəqət startı vuracaqsan. Gedə OBS poşu. OBS poşada Viture'in nüsxəyi Windows'un hazırlamışıq. Hop. Bunu açandan sonra gələn işimiz yox. Əvvəl poşanı ki açdıq. 3-cü qismətində konfigürlər qoymuşam. Burada click rast. Hamısını əlamətləyəcəksən. Yenə click rast, copy. Gələcək bəynamənin üstündə. Bəynamənin üstündə. Bu qismətdən hamısın vuysun gələk. Gəlmədi. Bu 2-ci qismətdən update vuysun gələk. Hop. Bunun bir dənə qisməti var ki, istəsək bilək hangisi sürətlidir. Bunu vuracaq. Bir dənə test alıq. İkinci alıq ki, hangisi sürətlidir. Hala bizdə bu video bir dənə gəldi. Şansan. Hop. Biz ki buna vurduq. Bunun da üstündə vurma ya set active ya da bir dənə intervüsüz vəsf var. Burada 2 dənə nöqtə var. Bu qismətdə sistem proxy-də bu set sistemin üstündə olur. Oydan bir də bunun üstündə. Set sistem. İkisi də. İkisi də yanı üstündə olar, takip vəsf olar. Bir yanda istədiniz xamuşlana. Bu 3-cü qismət. Do not change. Bunu vursanız xamuşlana. Hop, bəynamənin də rəngi döndü. Gedək YouTube-a. YouTube-u bu sürətlə açıq. Ən gözəl. Bunun da istəsiniz xamuşlanmağına. Xamuşlanmağına ki, dedim. Buydu. Click rast, do not change. Bu xamuşlandı. Fəqət bəynamənin özü xamuşlandı. Burada bir dənə nöqtə var. Sən hansı internetindən ki vəslisən, oyda bu qisməti vıcına, təzəşdən gəl proxy-nin üstünə bunu xamuşla. Bunu xamuşlamasın OBS saytlar, məsələn İranın saytları qoymaz gedir. Tamam. Yox xamuşlandı. Xudafəz.